Dəftərin orta hissəsində istəkləri yazırsan. Kiçikdən böyüyə. Real istəklər yazın. 300 manat alırsansa, 3 milyon rəqəmini işlətmək absurddur. 10 qat artığını deyə bilərsən. 100 qat, 1000 qat artığını demək fantastik şeylər və o fantastika ilə onun qabağını bağlamış olursunuz. Sizə bugünkü günə kondisioner lazımdır, paltar yuyan xarab olub, qab yuyan lazımdır, təzə kuxna mebeli lazımdır, evə təzə pərdə lazımdır, yay paltarı lazımdır, yaz paltarı lazımdır, notebookun xarab olub, nə almaq istəyirsən, harasa getmək istəyirsən, kiməsə borcun var, borcu qaytarmaq istəyirsən, kredit, bilirəm ki, çox uzun kreditlər var kredit olan qızlar, ailənizdən. Kreditləri bağlamaq istəyirsiniz, real şeyləri, istəklərinizi, realları yazın ki, üstündən xət çəkə biləsiniz. Evi tikəsən ya alassan, neçə manatlıq ev alassan, hardan alassan? Bakıdan. Onu hər bir halda yoldaşın alacaq yəqin ki. Bəlkə gələn kataloq başqa cür daha çox istəyəsən, bilmirəm. Amma yəni mənim gördüklərimə, indiyəcən olanı ilə mən baxanda ev almaqlıq iş görmürsən. Aha, köməyin dəysə, ay sağ ol. Köməyiniz dəysin, əlbəttə dəysin.